Bu videomuzda artıq demək olar ki, obyektlər haqqında son dəfədə bəzi məlumatlarımızı qeyd edib, obyektlər üzərində bəzi qısaltmalar haqqında danışacağıq və bir öncəki videomuzda da istifadə etdiyimiz, sizi çaşdıra biləcək bir mövzuya toxunmuş olacaq. Çünki növbəti mövzularımızdan etibarən artıq biz klass anlayışı haqqında danışmağa başlayacaq. Klass anlayışı obyekt yönümlü proqramlaşma dillərinin əsasında ən geniş gəlmiş, ən vacib anlayışlarından biridir. Çünki bundan öncəki dərsimizdə də, videomuzda da biz referans tayplar haqqında filan danışmışdıq. Bunların belə deyək ki, haqqında bir də klass üzərindən danışmış olub. Obyekt yönümlü proqramlaşma dillərində niyə klass deyə bir şey var, onun üzərindən danışacağıq. Amma hələ ki, sizi çaşdıra bilərsə, öncəki dərslərimizdə olan bir məqam haqqında danışmaq istəyirəm. Biz öncəki dərsimizdə bir constant user deyə bir obyekt yaradırıq və bu obyektin içərisində name bərabərdir admin və pass bərabərdir 1, 2, 3 deyə iki cür məlumat saxlayırıq obyektimizin içərisində və çox rahatlıqla aşağıda deyirik ki, userin .name bərabərdir. Məsələn, admin 123 və yaxud da admin 5 deyirik. Və burada deyirik ki, console.log eləyirəm userin içindəki name və bunu bir dənə də yuxarıda eləyirəm, eyni şeyi. Burada da eləyirəm. Və buna biz konsol üzərindən baxırıq. Əvvəl admin idi, sonra admin 5 oldu. Niyə deyirəm sizi çaşdıracaq bir məsələ? Çünki bəlkə də fikir vermişsiniz. Burada const yazılıb. Yəni constant deyə bir variable var və onun içini mən dəyişirəm. Kimi görünmüş ola bilər. Amma burada məsələ tam fərqlidir. Yəni biz burada bir string variable'ın type'ının və ya string variable'ın içindəki sözü dəyişmirik. Biz burada bir obyektin propertiesine malik olan bir value-ni, ona məxsus olan bir value-ni dəyişmiş oluruq. Yəni demək istədiyim budur ki, biz variable'ın tanıtma declarations tool'ları haqqında danışanda dedik ki, constantın var, a bərabərdir, içinə nəsə yazmısan. Sonra sən durub deyə bilməzsən ki, a bərabərdir başqa bir dəyər. Belə bir şey eləyə bilməzsən. Çünki constant variable'lar dəyişdirilə bilməz. Bəs niyə obyektlər dəyişdirilə bilir? Obyekt bir variable deyilmi? Mən burada obyekti declare eləmişəm və onu dəyişmişəm. Əslində bu obyekti dəyişmək demək deyil. Yəni siz bir dəyişən yaratdığınız zaman o dəyişənin içindəki saxlanılan məlumat məsələsi deyil. O məlumata ayrılmış yer məsələsidir. Yəni constant dediyiniz zaman bir məlumata ayrılmış bir qutu nəzərdə tuta bilərsiniz. Yəni bir qutu da təyin eləmişsiniz və onun içərisində demişsiniz ki, bura mən ad yazacağam. Yəni burada məsələn onu demişsiniz və o adı yazmışsınız. Sonra o adı dəyişə bilməzsiniz. Amma burada deyirsiniz ki, mən bir user yaradıram və o userin içinə name və pass yazacağam. Yəni siz burada name və pass'dır sizə əsas vacib olan məsələ. Yəni buradakı məsələ onun içindəki stringlər deyil. Ona görə də rahatlıqla siz bunun içindəki dəyişənlərin qiymətlərini dəyişə bilərsiniz. Amma siz belə bir şey eləyə bilməzsiniz məsələn. Deyə bilməzsiniz ki, user bərabərdir. Yeni bir obyekt yaradıb içərisində hansı məlumatları saxlaya bilməzsiniz. Məsələn, ad 2 nöqtə filan, soyad 2 nöqtə, soyad 2 nöqtə filan, vergül, məsələn, yaş 2 nöqtə, məsələn, 26. Bu kimi bir şey eləyə bilməzsiniz. Bəli, artıq buranı silək. Bəli, artıq bu dəyişdirilə bilməz. Çünki bu constant idi. Let olsaydı, okeydir, problem yoxdur, dəyişdirə bilərdiniz rahatlıqla. Amma onu dəyişə bilməzsiniz. Çünki o konstantdır. Bunu qeyd edək. Daha sonra shorthand propertiləri haqqında danışaq. Bu nə deməkdir? Burada sadəcə olaraq öncədən qeyd edək ki, bu videoda haqqında danışdığımız digər şeylər artıq qısaltma məsələlərdir. Yəni yeni mövzu deyil. Sadəcə olaraq obyektlər üzərində istifadə edə biləcəyimiz əməlləri biraz qısaltmış olacaq. Bizim tutaq ki, bir obyektimiz var idi. Yenə qeyd edək. Bu şəkildə yazaq. Bir const user bərabərdir bir obyektimiz vardır və bunun içərisində name 2 nöqtə admin və tutaq ki age 2 nöqtə 26 deyə dəyərlərimiz var idi. Bir də pass də qeyd edək. 2 nöqtə 111 deyə qiymətlərimiz var. Və buradan tutaq ki biz sonradan deyəcəyik ki mənim bir let və yaxud da const deyə bir dəyərim var. Bunun qiyməti elə adı name'dir tutaq ki. Əvvəlcə ad deyək burada. Bərabərdir userimizin nöqtə name'inə. Və rahatlıqla daha sonra biz console.log vasitəsilə buradakı adımızı konsola verə bilərik. Gördüyünüz kimi neynədik? Obyektin içərisindən götürdük, gətirdik mənimsətdiyi bir variable'a və götürdük istifadə edik. Yəni bu bizə lazım olmuş olacaq ki, onu götürüb bir variable'a mənimsədək.
Daha sonra digər propertilərində yazası olsaq, məsələn, gəlin bu sol tərəfindən sağ tərəfə eyni qoymadan əvvəlcə yazaq. Buraya yazaq parol, tutaq ki. Burada yazaq yaş. Bunları da götürək, bu şəkildə mənimsədək. Götürürük. Və gördüyümüz kimi hər üçünü rahatlıqla konsola verə bildik. Bunun bu rəng yazma məsələsi bunların tipi ilə bağlıdır. Yuxarıdakı string olaraq dırnaqda yazılıb, aşağıdakı isə artıq number tipidir. Ona görə də bu şəkildə yazılır. Bu okey. Bəs əgər buradakı sol və sağ dəyərlərimizin adlarını biz eyni qoysaq ki, normalda onsuz da belə edirik. Yəni, bu şəkildə yazmış olsaydıq, nə baş verərdi? Yazaq. Dolaraq buraları. Bu şəkildə yazdıq. Baxırıq. Gördüyünüz kimi heç bir problem yoxdur. Name üstündən xətt çəkmək onun xüsusi bir adı olduğudur. Yəni biz normalda bunu eləməyimiz düzgün deyil, name deyə bir variable yaratmağımız. Deyək ki, bunu yaratma. Çünki name, yəni tip olaraq bir açar söz olaraq var demək istəyir. Ona görə də onun üzərindən belə xətt çəkir. Bu şəkildə. Okey, əla, bu şəkildə yaza bilərik. Amma bunu yazmaqdansa daha rahat bir üsulumuz var. Biz deyə bilərik ki, const scope daxilində name vergül, pass, vergül, age mövcuddur. Və bunlar hardan gəlir? Mənim userimdən gəlir. Və artıq bunu buradan götürüb atıram bura. Bunlara ehtiyac yoxdur. Bu şəkildə bir qısaltmadan istifadə edə bilərik. Bunlar ECMAScript vasitəsilə JavaScript dünyasına, standartlar vasitəsilə JavaScript-ə daxil olub. Normalda əvvəllər o şəkildə uzun-uzun bunları yazma məcburiyyətində qalırdıq. Bu yazdığımız üsula JavaScript-də Object Extracting deyirlər və bunu əslində gəlişi daha öncə bu şəkildədir. Yəni, buranı biraz da daha açıqlayası olsaq, nə deməkdir bu? Normalda bu belədir. Deyirsiniz ki, bir konstantım var və içərisində deyirsiniz ki, name 2 nöqtə, əslində burada da bir obyekt tipli konstantları bir declare eləmə üsuludur. Name 2 nöqtə name, pass 2 nöqtə pass, age 2 nöqtə age yazılır normalda burada və bu sol və sağ tərəf eyni olduğuna görə siz bunu yazma məcburiyyətində qalmırsınız və bu şəkildə yaza bilirsiniz. Bir də bunun üzərindən davam edərək bunun biraz tərsi olan, tərs şəklində belə shorthand deyirlər buna property, bu üzərindən danışmış olaq. Tutaq ki, sizin əvvəlcədən variable'larınız vardı. Bu dəfə variable'larınız əvvəlcədən var. Buna deyirəm yenə də name'in bərabərdir ilkin bir constant age'im var, bərabərdir 21 tutaq ki. Bu şəkildə varındır və sonra constant bir user deyə bir tip yaradırsan, bir obyekt yaradırsan və burada deyirsən ki, name 2 nöqtə, yuxarıda bura ad yazaq, burada soyad yazaq, gəlin əvvəlcə. Name 2 nöqtə ad, surname, bu soyad deyil, age'dir, yaşdır, age 2 nöqtə yaş deyirsiniz. Bu şəkildə yazırsınız və daha sonra console.log vasitəsilə userə baxası olsanız, nə edirsiniz? Belə doldura bilirsiniz. Yəni, bu, belə deyək, yuxarıda yaradılmış variable'ları obyektin içərisinə daxil etmə məsələsidir. Və bunu da bu şəkildə qısalda bilərsiniz. Eyni bayaqki kimi. Buranı silərəm. Baxın, əgər yuxarıdakı variable'larımızın adları ilə aşağıdakı obyektimizin propertilərinin adları eynidirsə, buranı buraya yapışdırıram, buranı buraya yapışdırıram, sonra bunu buraya yapışdırıram, bunu da buraya yapışdırıram. Əgər buralar eynidirsə, artıq bu şəkildə yazmaq əvəzinə, yəni bu gördüyünüz kimi işlədir, bu şəkildə yazmaq əvəzinə siz nə edə bilərsiniz? Gələrsiniz, bunu belə silərsiniz, bunu da belə silərsiniz. Virgüllə bir-bir sadalaya gedərsiniz. Name, age gördüyünüz kimi və belə eyni şeyi görmüş olacaqsınız. Yəni, bir növ nədir? Qısaltmadır. Eyni bayaqçı nəticə alınır əslində. Biraz bu şəkildə salsaq, oxşarlığını görəcəksiniz. Eyni bayaqçı nəticədən gəlmiş bir şeydir. Sadəcə olaraq burada o yanaşmanın tərsidir. Sonra split operatoru haqqında danışaq. Split operatoru nəyə deyirlər? Tutaq ki, sizin bir obyektiniz var yenə. User, let deyək, user. Bir obyekt formalaşdırmışsınız. İçərisində name'i var. Admin. Pass mövcuddur. Bu şəkildə. Və başqa bir obyekt yaratmaq istəyirsiniz. Constant. Məsələn, user1. Və bu user1-i istəyirsiniz ki, bu yuxarıda yaratdığımız obyektin içindəki hər şeyi daşıyasınız bunun içindən. Onun xüsusiyyətlərini daha doğrusu daşıyasınız bura.
Bu şəkildə yaza bilirsiniz. User. Bunu yazdığınız zaman bir növ bu userin içərisindəki propertiləri bir-bir sadalanmış olursunuz. Yəni bu yazılış nəyin qısaldılmışıdır? Userin nöqtə name'i vergül userin nöqtə password. Təbii ki, burada da name 2 nöqtə bu, pass 2 nöqtə bu. Yəni daha doğrusu burada şeylər fərqli ola bilər. Age. Bu şəkildə yazdığınız zaman daha sonra konsola verəsi olsaz user 1'i. Burada eyni şey görürsünüz. Və bunu yazmağın daha qısa versiyası nədir? Əvvəlcə belə eləyək. Name'i keçirək bura. Password'ı keçirək bura. Belə. Daha sonra nə eləyək? Buraları silək. Bayaqçını oxşatmaq kimi başa düşə bilərsiniz bunu. Belə. Amma nəyin içərisindən belə yaza bilmərik təbii olaraq artıq. Çünki yoxdur olar. Ona görə də burada split operatordan istifadə edirik. Üstdən nöqtə qoyub user'i buraya yazırıq. Və yaxud da split operator vasitəsilə 2 dənə remzi birləşdirə bilərik. Və yaxud da belə eləyərdik. User var idi. Bir də let olsun. About deyək. User about'dur bu tutaq ki. Burada yazırıq belə. Və burada qeyd edirik ki, about'un içində tutaq ki, content 2 nöqtə içində nəsə mətn olacaq. Bu vergül. Məsələn, job var. İçərisində developer yazılıb. Və bunu da burada vergül vasitəsilə gəlib nöqtə about'u da bura qeyd edə bilərsiniz. Bu şəkildə yaza bilərsiniz və ikisini birləşdirib belə bir obyekt almış olacaqsınız. Və yaxud da burada yeni bir property əlavə edə bilərsiniz. Vergül. Nə yoxdur məsələn bu adamın? Ünvanı yoxdur məsələn. Adres 2.baku yazırıq. Və bu şəkildə onu da bura əlavə edə bilərik. Buna deyirlər split operator. Bir də rest var. Bəs rest nədir? Rest də bunun tərsidir. Yəni split'in tərsi kimi başa düşə bilərsiniz resti. Gəlin onun haqqında da danışaq. Rest vasitəsilə biz nə iş görürük? Tutaq ki, bir const, yenə bir userimiz var. Bu user bərabərdir içərisində yenə name saxlayır. Eyni bayaqki kimi admin vergül password'ı da nədir? 789'dur. Və siz bir dənə də əlavə eləyə bura property. Çünki resti izah eləmək üçün bir neçə property'yə ehtiyacımız olacaq. Burada da age olsun 2.25. Burada gəlib demək istəyirsiniz ki, mənim let belə yazaq. Burada bir dənə adım olacaq. Vergül. Bir də digər parametrlərim olacaq. Rest yazacağım. Gördüyünüz kimi eyni split kimi yazılır. Bu bərabər olacaq. Hardan? User'dən. Bunu yazdığınız zaman nə baş vermiş olacaq? Console.log eləyirəm. Buna adı yazaq. Bir də console.log eləyirəm. Rest. Nədir bunlar? Baxaq. Nə deyir? Adı tapmadı bu. Çünki bura bir ad verməmişik. Daha doğrusu yuxarıda bir ad verməmişik. Bu name olmalıydı. Bu şəkildə yazırıq. Və bu name'i buraya kopyalayıb yapışdırırıq. Baxırıq. Gördüyümüz kimi nə olub? Birinci name gəlib yapışıb bura. Yəni bunu əslində belə də yaza bilərdiniz. Ad gəlib name'dən götürüləcək demək istəyirsiniz. Let ad gəlib name'dən bir qiymətini götürəcək. Adı name'dən, adı is not defined təyin olmadığına görə belə bir cavab qaytarır. Nəysə belə qaytaraq name yazaq. Bu şəkildə yazdıq. Name nə oldu? Name'dən gəldi, məlumatını götürdü. Və digər məlumatlarda split vasitəsilə götürüb gətirib yapışdırırsınız bu restin içərisinə. Gördüyümüz kimi nə olub? Restin içinə digər, yəni name xaric digər propertylərdə gəlib nə qədər varsa, hamısı gəlib buraya yapışmış olacaq. Buradakı rest sözü vacib deyil, yəni bu bir ad ola bilərdi. Burada A yaza bilərdiniz. Sadəcə olaraq adətən rest yazılır. Çünki bu belə çox da hər gün istifadə edəcəyimiz bir şey deyil onsuz da. İstifadə etdiyimiz zaman da adətən bura rest demiş oluruq. Bir də çox istifadə eləməyəcəyimiz obyektlərin keylərini, value'lərini və entrislərini götürmə məsələsi. Səhv eləmirəmsə, obyekt videosunun içərisində var idi bu əslində, amma bir daha danışaq. Obyektimizi geriyə qaytaraq və deyirəm ki, burada console.log eləsin. Obyekt nöqtə key mötərizə daxilində hansı obyektimin, user obyektimin keylərini versin konsola. O zaman belə bir çoxluq şəklində, bir array şəklində name, password və age almış oluruq. Yəni bir növ bunları götürmüş oluruq. Hansı ki bu for var idi, for of var idi. Onun üçün başa düşə bilərsiniz bunu. Keylərini avtomatik götürüb fırlanırdı o və bunu bu şəkildə yazdıq. Bir də console.log vasitəsilə belə eləyək. Keylərini yox,
valuelerini götürə bilərik. O da bu şəkildə admin 789.25, yəni sağ tərəfi götürmüş ola bilərik və onu da bir array'ə çevirə bilərik. Bir də entries vasitəsilə də biz 2 dənə tərəfin, yəni sağ və sol tərəfi ayrı-ayrılıqda sətir-sətir birləşdirərək bir array'ə çevirə bilərik. Nə edəcək? Hərəsi bizə bir array qaytaracaq. Yəni hər bir obyektin, hər bir property və valuesuna görə bizə bir array qaytarır və sıfırıncısına keyini, birincisinə isə onun valuesunu mənimsətmiş olur. Qısaltmalar haqqında və constant haqqında da bu qədər. Növbəti dərslərimizdən etibarən artıq o prinsiplərinin əsas vacib xüsusiyyətlərindən olan klasslar haqqında da yavaş-yavaş danışmağa başlayacaq. Niyə istifadə olunur? Niyə klass var? Çünki başqa proqramlaşma dillərindən əgər məlumatınız varsa, klassı mütləq ki, görmüsünüz. Elə bilərsiniz, JavaScript-də klass yoxdur. Əslində, JavaScript-də də klass var və geniş şəkildə istifadə